Salam əziz dinləyicilər, xoş gördük hər birinizi. Bugün sizinlə çox maraqlı və bir o qədər də faydalı bir meyvədən danışacağım. Bu Allahın bizə bəxş etdiyi möcüzəvi meyvələrdən biri olan göyəmdir. Bəlkə də bir çoxunuz göyəmi sadəcə adi bir gilə meyvə kimi tanıyırsınız. Amma əslində bu kiçik meyvənin içində gizlənən faydalar sizi çox təəccübləndirəcək. O, immun sistemindən tutmuş ürək sağlamlığına qədər bir çox sahədə insan orqanizminə müsbət təsir göstərir. Lakin hər faydalı qida kimi, göyəmin də bəzi hallarda zərərləri ola bilər və düzgün istifadə olunmadıqda sağlamlığımıza mənfi təsir göstərə bilər. Bu videoda siz göyəmin orqanizmə hansı faydaları verdiyini, hansı hallarda ehtiyatlı istifadə edilməli olduğunu və ümumiyyətlə bu meyvədən necə düzgün şəkildə yararlanmağın mümkün olduğunu ətraflı şəkildə öyrənəcəksiniz. Əgər siz də sağlam qidalanmaq, təbii məhsullardan maksimum fayda əldə etmək istəyirsinizsə, videonu sona qədər izləməyi unutmayın. İndi isə gəlin, göyəmin bilinməyən tərəflərini birlikdə kəşf edək. Göyəm haqqında danışarkən ilk növbədə bilməliyik ki, bu meyvə həm sağlamlıq baxımından olduqca faydalıdır, həm də bəzi hallarda diqqətli istifadə edilməlidir. Göyəm çox güclü antioksidant mənbəyidir. Bu o deməkdir ki, o bədəndə sərbəst radikallarla mübarizə aparır və hüceyrələrin zədələnməsinin qarşısını alır. Məhz bu xüsusiyyətinə görə göyəm erkən qocalmanın qarşısını almağa kömək edir və dərinin daha sağlam görünməsini təmin edir. Göyəm həmçinin immun sistemini gücləndirir. Tərkibində olan C vitamini və digər faydalı maddələr sayəsində orqanizmin xəstəliklərə qarşı müqavimətini artırır. Xüsusilə soyuq dəymə, qrip kimi mövsümi xəstəliklər zamanı göyəm və ondan hazırlanan çaylar çox faydalı hesab olunur. Bu meyvənin digər bir mühüm faydası həzm sisteminə olan müsbət təsiridir. Göyəm bağırsaqların fəaliyyətini tənzimləyir, həzmi yaxşılaşdırır və qəbizlik probleminin qarşısını almağa kömək edir. Eyni zamanda yüngül ishal hallarında da tənzimləyici təsir göstərə bilir. Göyəm ürək-damar sistemi üçün də faydalıdır. O, qanda xolesterinin səviyyəsini azaltmağa kömək edir və damarların elastikliyini qoruyur. Bu isə ürək xəstəliklərinin riskini azaldır. Daimi və düzgün miqdarda istifadə edildikdə qan təzyiqinin normallaşmasına da müsbət təsir göstərə bilər. Bundan əlavə göyəm qan şəkərinin tənzimlənməsinə kömək edə bilər. Bu xüsusiyyət xüsusilə şəkərli diabet riski olan insanlar üçün önəmlidir. Lakin burada diqqətli olmaq lazımdır və həddindən artıq istifadə tövsiyə olunmur. İndi isə gəlin göyəmin mümkün zərərlərinə nəzər salaq. Hər bir faydalı qida kimi göyəm də həddindən artıq istifadə edildikdə mənfi təsirlər yarada bilər. Məsələn, çox miqdarda göyəm yemək mədə narahatlığına, qaz və şişkinliyə səbəb ola bilər. Göyəm turşulu meyvə olduğu üçün mədə problemi olan insanlar, xüsusilə qastrit və ya mədə xorası olanlar onu ehtiyatla istifadə etməlidirlər. Çünki turşuluq mədə divarını qıcıqlandıra və ağrıları artıra bilər. Bəzi insanlarda göyəmə qarşı allergik reaksiyada müşahidə oluna bilər. Bu zaman dəridə səpgilər, qaşınma və ya digər narahatlıqlar yarana bilər. Əgər belə hallar baş verərsə, göyəm istifadəsi dərhal dayandırılmalıdır. Beləliklə, əziz izləyicilər, bu videoda göyəmin həm faydaları, həm də mümkün zərərləri haqqında ətraflı məlumat verdik. Unutmayın ki, təbii məhsullar nə qədər faydalı olsa da, onları düzgün miqdarda və düzgün şəraitdə istifadə etmək vacibdir. Sağlam həyat tərzi üçün düzgün qidalanma ilə yanaşı, məlumatlı olmaq da çox önəmlidir. Sonda onu da qeyd edim ki, bu video məlumat xarakteri daşıyır. Əgər hansısa sağlamlıq problemi yaşayırsınızsa, öz həkiminizlə məsləhətləşin.